Salam, hörmətli icrayıcılar. Bir çox şəxsdə bilir ki, yalnız ən arvad arasında nikah dövründə alınan əmlak bölünür və ya nikah dövründə hədiyyə olunan əmlaklar və vərəsəlik yolundan alınan əmlaklar bölünmür. Bunların hər ikisi qısa bir məlumatdır. Amma əksində bir əmlaklar var ki, yəni baxmayaraq ki, birgə nikah dövründə alınıb, yəni vərəsəlikdir və hədiyyədir, onlar da bölünmür. Əgər bilmək istəyirsiniz ki, hansı əmlaklar bölünmür, vərəsəlik və hədiyyə olmağına baxmayaraq, video sonuna qədər baxın, mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Hörmətli izləyicilər. Beləliklə keçən mövzuya. Amma əvvəlcədən xahiş edirəm ki, videonu bəyənin və YouTube kanalına abunə olun. Və hər şey aydın olması üçün video sonuna qədər baxın. Əgər aydın olması nəsə məlumat əldə etmək istəyirsiniz və ya hüquqi məsləhət əldə etmək istəyirsiniz, mənim telefonuma videonun izahı yerində YouTube kanalı qeyd olunub. Eyni zamanda YouTube kanalının çox bölməsində istənilən videonun üzərində var. Və yəni keçən mövzuya. Bilirsiniz ki, birgə nikah dövründə alınmış əmlak əlinin arvadın birgə mülkiyyətidir və boşanma zamanı bölünür. Eyni zamanda vəsiyyətnamə yoluna və vərəsəlik yoluna əldə edilmiş əmlak nikah dövründə bölünmür. Yəni əlinin arvadın öz şəxsi mülkiyyəti hesab olunur. Və onun əlavə qeyd edin ki, bağışlama yoluna alınmış əmlak istər arvad, yəni onun şəxsi mülkiyyəti hesab olunur. İstər bu ev olsun, istər maşın olsun, istər digər əşyalar olsun. Valideyninə bağışlayıb, daxil yoxdur, qıraqadan bağışlayıb, yəni bölünmür. Amma eyni zamanda bir məsələ də var ki, əllə arvad öz pullarına əmlak arabı varsa, məsələn ev arabı varsa, o da hansı halda bölünmür bilmək istəyirsinizsə, demək izah edəm, hörmətli izləyicilər. Tutaq ki, vətəndaşdır, biznesinə məşğul olub, nikahdan qabaq bir 100.000 pulu var. Amma ev almayıb. Evlənəndən sonra fikirləşir ki, mən gedim bir də ev alım, mütləq yaşayım. Həmin halda da ev bölünmür, öz pulunu aldığına görə. Nəzərə alın, hörmətli icrayıcılar. Eyni zamanda hansısa bir yolla əvvəlcədən, nikahdan əvvəl ev alıb, maşın alıb, bunlar heç bölünmür, amma bu bir məsələ var. Fikirləşir ki, nikahdan sonra evin dağısı qaldı və yaxud maşını istəməyən satın bir ev alın. O halda da həmin aldığı ev bölünməyəcək. Ona görə ki, həmin pulla alınıb. Nikahdan əvvəl almış əmlakin hesabına aldı, yəni satır onu, başqasına alır. O halda da o bölünmür, nəzərə alın. Hörmətli icrayıcılar. Və yaxud vətəndaşın nikahdan əvvəl bayında pulu var, tutaq ki, məsələn deyəm, bir 100.000 pulu var, deyir, evlənmişən gedin ev alın. Həmin evdə bölünmür, nikahdan əvvəl aldığı pula görə. Yəni daha düzgün nikahdan əvvəl pulu olub, ona gedib ev alıb, nikah vaxtı o bölünmür, nəzərə alın. Eyni zamanda öz şəxsi əşyaları varsa, məsələsində o da bölünmür. Tutaq ki, qadının ziniyyət əşyaları, sırğanı kişi taxanlar ki, qadın taxadı beləyik. O, onun şəxsi əşyasıdır. Mobil telefondur, istər kişi qadın olsun, əgər şəxsən istifadə edirlərsə, kompüterdürsə bu bölünmür. Eyni zamanda uşağın hansı bir əşyası varsa, o bölünmür. Uşaq hansı valideynə verirsə, o əşyada həmin valideynə verir, nəzərə alın, hörmətli icrayıcılar. Əsas məsələlərdən biri də budur. Mütləq qaydalar. Yəni belə deyək, bir sözlə, siz sübut edirsiniz ki, hansısa bir yolla əldə etdiyiniz pul nikahdan əvvəl olunub və nikahdan sonra xərcləmirsiniz. O halda nikahdan sonra, nikah dövründə nə alırsa bölünmür, nəzərə alın. Hörmətli izləyicilər. Əsas məsələdən biri budur. Vacib bir məsələdir. Eyni zamanda məlumat vermək istəyən sənədsiz evlərin bölgüsünə bağlı. Onu mən iki kateqoriya qanun əsasında bölürəm. Biri var, ümumiyyətlə evin sənədi yoxdur, belə deyək, gecə qonduları tikib məsələn, heç bir sənədi yoxdur. Bir də var ki, belə deyək, hansısa entikadan ev almışsınız, ancaq müqavilədir. Onun bölgüsü. Əvvəl qeyd edin ki, ümumiyyətlə sənədi olmayan evə necə bölünür?
Bunun birbaşa qanunla bölgüsü mümkün deyil, sənədi olmadığına görə. Amma əgər var boşandığı zaman həmin evdə yaşama hüququ var. Əgər digər tərəf istəmir ki, məsələn, arvadından boşanıb arvadı həmin evdə yaşasın mümkün deyil. O halda əgər nikah dövründə həmin ev tikilibsə, təmin olunubsa, həmin həcmdə tutaq ki, məsələn, belə götür, təmin məsələn deyəndə 30.000 pul xərcləyib. Həmin 30.000-in yəni yarı bölür və 15.000 pul verir. Yəni həyat yoldaşına belə deyək də boşanma zamanı nəzərə alın. Əsas məsələdən biri də budur. Bu verdiyim məlumat sənədi olmayan evlərə aiddir. Bir də dediyim kimi çıxarış olmayan evlər var, hansı ki, misal üçün entrikanın hamısı müqavilə əsasında. Həmin evlərdə məhkəmə qaydasında pay kimi bölünür. Yəni pay verilir əlini arvada. Müəyyən miqdarda pay bölünür. Əsasən yəni yarı bölünür əlini arvad arasında. Amma sonra çıxarış verildiyi zaman həmin çıxarışda paylar qeyd olunur. Nəzərə alın, hörmətli izləyicilər. Və qeyd edin ki, kimin nəsi var olsa bir daha xatırladıram. Mənim telefon nömrəm YouTube kanalında istənilən videonun izahı yerinə qeyd olunub. Bunun əgər var. YouTube kanalı tutulmasının istənilən videonun üzərində var. Kart nömrəmdə. Telefona online məsləhət də ala bilərsiniz, hörmətli izləyicilər. YouTube kanalına abunə olan şəxslər üçün telefon hüquq məsləhətin verilməsi 10 manatdır. Bundan əlavə qeyd edin ki, ərizələrdə yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Və onu da nəzərinizə çatdırın ki, mənim 1400-dən artıq videolarım var şotla bir yerdə. Həmin videolarda vəzəyi ilə, əmək bölgüsündən bağlı, sosial yardımdan bağlı, pensiyadan bağlı məlumatlar vermişəm və digər sahələrdə məlumatlar vermişəm. Uşaqla ünsiyyət, alimentin ödənməsi və boşanma. Bir sözlə siyahı genişdir. Baxa bilərsiniz. Və digər videolardan məlumatlar olmaq istəyirsinizsə, YouTube kanalına abunə olun və belə deyək, orada zınqrov işarəsi var, onu aktiv edin ki, növbəti videolardan xəbəriniz olsun, hörmətli izləyicilər. Vacib bir məsələlərdən biridir. Və onu da qeyd edin ki, verdiyim məlumatlar keçən ildə mart ayının 12-sində Ali Məhkəmənin Plenum qərarının qüvvədədir. Yəni ki, bəyan məlumat verdim ki, əlinin arvadı arasında olan nikahdan əvvəl alınmış pulla, nikah dövründə alınmış ev bölünmür. Məsələn, digər məlumatlar verdim, olar hamısı belə deyək. Artıq keçən il mart ayının qüvvədədir. Nəzərə alın. Diqqətinizi görə çox sağ olun, abunə olmağı unutmayın, dəstək olun mənə. Mən də sizə belə bir video hazır edim. Bir də bir məlumatın nəzərə çatdırmaq istəyirəm, hörmətli izləyicilər. Yəni məlumat nədən ibarətdir, onu nəzərə çatdırım. Məlumat ondan ibarətdir ki, mən evli şəxs olduğuma görə, evli arabasının olduğuma görə istəyən bir yer götürün, evli dostlarımın ev işini satın və orada hüquq məsləhəti göstərim. Ona görə yaxın günlərdə İyanə kampaniyası olacaq. Kim istəsə 5 manatdan, 3 manatdan, 1 manatdan dəstək ola bilər. Dəstək olmaq istəyənlər, yəni kanala abunə olsunlar. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun. Onu da qeyd edin ki, kimin nə sualı varsa, WhatsApp-a səslə qeyd edəsin, cavab verəcəm. Telefona bir də görsə cavab verir, bilməm başqa yerdə olar. Ancaq səslə WhatsApp-a göndərin, qeyd olunan telefon nömrəsinə. Diqqətinizə görə bir daha sağ olun. Sağ olun.